Məhəmməd Əmin Rəsulzadə tarix boyu Azərbaycan xalqının yaddaşında yaşayacaq. Bu fikirlər Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə Kiyevdə Səməd Vurğun adına kitabxanada Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi ilə bağlı anım tədbirində səsləndirilib. Azərbaycan Xalq Cümhuriyyəti qurulmazdan xeyli əvvəl məfkurə ustadımız Məhəmməd Əmin Rəsulzadə çalışdığı mətbu orqanlarında Azərbaycan və Azərbaycançılıq qayəsini yayır, vətənini həm xalqa, həm də dünyaya tanıdırdı. Bu o zamanlar idi ki, hətta xalqın özünə milli kimliyini, dünyaya isə Azərbaycan adlı məmləkətin mövcudluğunu isbat etmək gərəyi idi. Bu fikirlər Kiyevdə Səməd Vurğun adına kitabxanada Rəsulzadənin 130 illiyinə həsr olunan anım mərasimində vurğulanıb. Tədbirdə çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Eynullah Mədədli Rəsulzadənin Ukraynadakı prosesləri izlədiyini və öz əsərlərində bunlara münasibət bildirdiyini qeyd etdi. Rəsulzadə yeri gəlmişkən qeyd edeyim ki, 1917-ci ildə Krımda, Ukraynada bütövlükdə baş verən hadisələri, burada keçirilən müsəlmanların qurultayını, cürbəcür milli prosesləri yaxından izləyirdi və Azərbaycan mətbuatında həmişə bunlara qiymət verirdi. Rəsulzadənin mütəfəkkir olduğunu nəzərə çatdıran diplomat hər zaman onun əsərlərinə müraciət etdiyini və Rəsulzadə irsinin hər bir sahəsinin dərinliyini nəzərə çatdırdı. Ukrayna-Azərbaycanlı Gənclər Birliyinin rəhbəri Anar Tahirov Rəsulzadənin hələ 17 yaşında Gənclər Təşkilatı təsis etdiyini və artıq gənc ikən Azərbaycan tarixində şücaət göstərərək tarixdə mühüm iz qoyduğunu, gələcək fəaliyyəti ilə adının tarixə qızıl hərflərlə yazdırdığını vurğuladı. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinin qeyd olunması barədə qərarın görkəmli siyasi xadimin arzularının həyata keçməsi kimi dəyərləndirən Natiq Rəsulzadənin yaddaşlarda daima yaşayacağını bildirdi. 1902-ci ildə 17 yaşında ilk Gənclər Təşkilatını yaradaraq gizli şəkildə Azərbaycanın Rus, belə deyək ki, iştilatından qorumaq üçün, insanları məlumatlandırmaq üçün fəaliyyətə başlamaq və daha sonra bu fəaliyyəti genişləndirərək istiqlaliyyətin əldə olunmasında son damlı qanına qədər, son nəfəsinə qədər şücaət göstərməsi əlbəttə ki, bizim xalqımızın tarixinə Məhəmməd Əmin Rəsulzadə adı bir qızıl hərflərlə yazılmışdır. Rəsulzadənin anadan olmasının 130-cu il dönümü münasibəti ilə keçiriləcək tədbirlərin çox önəmli olduğunu deyən digər natiqlər, Rəsulzadənin həyat və fəaliyyətinin hər bir Azərbaycanlıya örnək ola biləcəyini, onun bir millətsevər şəxs kimi daima Azərbaycan xalqının qəlbində yaşayacağını vurğuladı. Nicat Abdullayev, Ramil Qasımzadə, Royal İslam, Ukrayna, Kiyev.